Bismillahirrahmanirrahim. Və onun ayrı qüdrət nişanələrindən göyləri və yeri xəlq etmək və dillərinizin və rənglərinizin fərqli olmasıdır. Bunda da alimlər üçün böyük ibrətlər vardır. Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və bir-birinizlə tanış olub anlaşmanız üçün sizi millətlərə və qəbilələrə ayırdıq. Həqiqətən, Allah yanında sizin lap hörmətli olanız Allahdan lap çox qorxanızdır. Şübhəsiz ki, Allah biləndir, hər şeydən xəbərdardır.